Hazırda ərazidə asfaltlanma öncəsi hazırlıq mərhələsi icra olunur. Mövcud köhnə asfalt örtüyü xüsusi texnika vasitəsilə frezlənərək təxminən 5-6 sm qalınlığında qaşınır. Daha sonra təmizləyici briqadalar, kompressor və süpürgə maşınlarının köməyi ilə yol səthini qalıq materiallardan tam şəkildə təmizləyir. Asfalt örtüyünün daha keyfiyyətli yapışmasını təmin etmək məqsədi ilə asfaltlanmadan təxminən 10 saat əvvəl səthə bitum qatı tətbiq olunur. Bu mərhələ tamamlandıqdan sonra yolun giriş hissələri beton bloklarla bağlanır və asfalt örtüyünün döşənməsinə başlanılır. Məlumata görə gün ərzində təxminən 1,2 km yolun asfaltlanması planlaşdırılır. Ümumilikdə isə layihə çərçivəsində 5,5 km uzunluğunda yolun yenilənməsi nəzərdə tutulub. İşlərin yaxın bir neçə gün ərzində tamamlanması planlaşdırılsa da, prosesin daha qısa müddətdə yekunlaşdırılması istiqamətində əlavə tədbirlər görülür. Qayıtmağımın səbəbi odur ki, qardaşım, saat 7-də deyirlər, 7-də zəng eləmişəm, saat 7-də olan maşın gedibdir, 8-dir, indi gəlmişəm, deyir ki, yol bağlıdır. Bu 7-də bağlanırsa, 7-də hamı bilər ki, bağlıdır. Gəlmişəm, bura çatmışam, indi deyir, buradan dala qayıt. Kim dedi ki, bu yol açıqdır, şofirlərdən? Şofirlərdən gedən maşınlar var idi, 8-də keçən, mən bura 8-də, 9-da işləmiş gəlmişəm, 8-də keçən keçibdir, mən indi deyir ki, bağlıdır. Maşında nə qədər adam var? 8-10 nəfər adam var. Gəlib qıyanmışıq burada 1 saatdır. Nə yol açılır, nə də bizə imkan verilir getişənməyə. Qalmışız yol. Qalmışam yol dedi. Məcburam mən buradan qaydam İsmailiyə. Oradan Qarameyrəmi geri qaydam, oradan da gələm təzədən mən Şamaxıya. Bununla yanaşı, bütün qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, bəzi sürücülər yolda quraşdırılmış xəbərdar edici nişanlara məhəl qoymur. Nəticədə xoşagəlməz hallar qeydə alınıb. Bəzi sürücülər yolun bağlandığından xəbərsiz olduqlarını bildirərək, yolun yarısından geri qayıtmaq məcburiyyətində qalıblar. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Elvin Qudratov, Rafiq Həsənov, Elçin Məlikov bugün informasiya proqramı üçün.